Salam dəyərli izləyicilərim, xoş gördük hər birinizi. Mən artıq səhər yeməyimi yedim. Gözəl güllərim var idi bağımda, onları əkdim. Çox sağ olsun, oğlumla yoldaşım mənim üçün bunları almışdılar bayram üçün. Sonra bütün ailəcə xanımlar kətə hazırladıq. Göy qutabı deyilir. Və qızlarım mənim kiçik olduqlarına görə onlara bayram dekoru hazırladım. Həyətin yumurtasının qabıqlarını saxlamışdım. Burada məqsədim odur ki, yəni əlimizdə nəyimiz varsa, yəni onu dəyərləndirməliyik. Hər şeyə, yəni heç ehtiyac yoxdur ki, nəysə maliyyə ayırmaq. Çünki insanın öz ideyası, yəni onun daha çox başarılı olmağı deməkdir. Mən belə başa düşürəm. Başarılı olmağı deməkdir. Və mən də qızımın saç zakolkasından, sonra evdə olan nə ləvazimatlarım var, boya fırçasından, rəng zərli kraskam var idi. Ondan belə bir dekor əldə etdim. Yəni, siz də balaca uşaqları olanlar, yəqin ki, analar bunu dəyərləndirərlər öz övladları üçün inşallah. Burada da mənim istifadə etmədiyim balaca anamdan qalan stəkanlarım var idi. Yəni, onu başqa cür də istifadə edirlər. Yəni, mən bunu sırf Novruzun ləpələrin tökməyim üçün istifadə etdim ki, həm də baxın, bu toxumalar o ləpələrdən kirlənməsin. Yəni, belə bir ideya mənim beynimə gəldi və mən də bunu icra etdim. Baxın, görün nə gözəl. Evdə, sadəcə olaraq evdə nə ləvazimatlarım var, onları dəyərləndirdim. Və bu da nəticəm. Şamları da özüm qabaqçı videomda hazırlamışdım. Bu da nəticə. Yəni, bunların hamısı evdə özümün əlimin altında olan ləvazimatlarımız idi. Yəni, burada gənc ailələrimiz, yeni xanımlarımız da, mənə baxan xanımlarımız da dəyərləndirərlər inşallah. Burada isə mən artıq 3-cü dəfə evi tam təmizliyini elədim. Çərşənbə xonçamı hazırladım. Həm də iftar süfrəsi idi. Artıq keçdim paxlava hazırlamağa. Mənim YouTube səhifəm bağlandı, canlı spama düşdüm. İnşallah ki, bütün izləyənlərim bəyənərsə, takib atarsa, o spamdan çıxar. Yəni, bunları istədim ki, canlı çəkim. O da alınmadı, yəni spamda olduğuna görə. Dəyərləndirsəniz, takib atsanız, bəyənsəniz, inşallah ki, spamdan çıxaram. Və artıq video halında istədim sizə görsədim mərhələləri.
çox yəni gözəl bayramdır, milli bayramımızdır. Yəni bütün hər iki bayramlarımız da bizim müqəddəsdir. Yəni çox mən ləvazimat da burada istifadə etmədim. Sizə mən kaş ki göstərə bilərdim. Yəni digər videolarımda bunların bütün tariflərin ən asan şəkildə mən sizə inşallah ki təqdim edəcəm. Takibdə qalın, bəyənin, izləyin, fikirlərinizi bildirin. Mən də inşallah ki o videolarımı canlı çəkə bilim. Budur nəticə. Yəni bu şəkərbura xəmirimdir. Yəni istəyirəm ki, bunların hamısını bütün gənc xanımlarımız asan şəkildə əldə etsinlər. Yəni hər şeyi etmək olar. Yəni evimizdə, əlimizin altında nəyimiz varsa ondan dəyərləndirə bilərik. İnşallah ki canım açılsa, mən sizə bunların hamısını mərhələ-mərhələ təqdim edəcəm. Siz də yararlanarsınız. Buyurun, baxın, görün necə gözəl alındı. Yəni nəticəsi də çox gözəldir, bişməsi də. Artıq Novruz və Ramazan süfrəmi hazırlayıram. Bayram eyni günə düşdüyünə görə. Qonaqlarım yavaş-yavaş gəlirdilər. Yəni mən də çalışdım ki, həm süfrəmi, həm dekorumu eyni anda hazırlayım, sizə təqdim edim. Yəni bunların hamısı mənim evimdə olan, əlimin altında olan ləvazimatlarımdır. Ki, baxın, kiçik bir dekorlar. Kifayət edir ki, yəni nəsə bayram bir ab-havası olsun. Artıq demək olar ki, tam qonaqlarımı hazırlamağa, qarşılamağa hazıram. Budur son nəticə. Gözəl xanımlar, yəni çalışın həmişə özünüzün ideyalarınız olsun. Çalışın həmişə özünüzdən bəhrə verin ailənizə, isti ocağınıza. Budur hamısı, yəni görürsünüz. Ucuz məhsullardır, amma görün nəticəsi çox maraqlıdır. Biz çox orucu yüngül yeməyin istədik ki, hazırlayaq. Artıq bayram kabablarımız da elədi, yeriniz məlum. Mənim bu da ideyamdır, belə deyək, uşaqlara maraqlı olsun deyə belə bir fikir irəli sürdük.
Çox maraqlı oldu, çox əyləndilər. Və ziyarətlərimizə gəldik. Yəni bu bizim müqəddəs borcumuzdur, ziyarətlərimizi eləmək müqəddəs ayda. Dünyadan köçənlərimizin ziyarətlərini etmək, yəni bu bizim müqəddəs borcumuzdur. Çalışdığım qədər icra etməyə çalışdım. Yəni imanımızı, inamımızı həmişə qoruyub saxlamalıyıq. Bura mənim kəndimdir. Mənim atam, anam bu kənddə dəfn olduğuna görə öz kəndlərində biz Füzuli rayonuna getdik. Bu bizim vacib əməllərimizdir ki, yəni hər bayramlarımızda gedib dünyadan köçənlərimizi ziyarət etməyimiz. Onlar üçün necə deyək, o necə onlar öz böyüklərinə dəyərlərini qoruyub saxlayıblar, biz də həmçinin o dəyərləri istəyirik ki, qoruyaq, saxlayaq. Yəni bu bizim həmişə borcumuzdur. Bir övladlar olaraq. Nəhayət gəlib çatdıq və ziyarətlərimizi etdik. Allah bütün ölənlərimizə rəhmət eləsin. Bu kəndimin gözəl mənzərəsini istədim sizinlə paylaşım. Artıq təbiət oyanıb, hər yer yaşıllanıb, ağaclarımız çiçəklənib. Kəndlərimiz öz torpaqların artıq bəhrələndirirlər. Burada da mənim anamın və dayımın qəbridir. Allah bütün ölənlərə rəhmət eləsin, onlar da içində. Və böyüklərimizin ziyarətini etdik. Bunların hamısı bizim müqəddəs borclarımızdır. Biz bunları çalışmalıyıq ki, həmişə icra edək. Gəldik, dayımın həyat yoldaşıdır. Yəni gözəl ağbirçəyimizdir. Allah onun ömrünü uzun etsin, canını sağ etsin. Həmişə qonaqlı, qaralı insandır və bizi də çox mükəmməl şəkildə qarşıladı. Allah razı olsun. Bu qədər.